il yarımdır o uşağı ata tərəfdən heç kim axtar. Və belə bir şey var ki, ya bu uşağı, çünki mənim uşağım artıq qanır. Ata istəyir. Ya bu uşağı sən həftədə 2 gün gəlib görəcəksən və uşağının bütün rasxodunu qarşılayacaqsan. Bəli, tələbatını qarşılayacaqsan. Ya da sən gedib ildə bir dəfə gəlib mənim uşağıma travma yaşatmayacaqsan. Özünə dedin bunu Raminin? Dayəmdən xəbər göndərdim. Çünki o da mənə dayə ilə xəbər göndərmişdi. Və bilirsiniz nədir məsələ? Ortada bir övlad var. Mən hər zaman ətrafıma deyirəm ki, boşananda belə elə boşanın ki, üz-üzə gələ biləsiniz. Sağlığınız olsun. Çünki bizim ortada övladımız var. Mən heç kimlə düşmənçilik aparmamışam. Heç vaxt. Mən övladımın atasına da ilk gündən demişəm ki, uşağı nə vaxt istəsən gəlib görə bilərsən. Amma ta ki o günə qədər ki, mənim uşağım 40 qızdırma ilə yanırdı. Bağırsaqlarına heyvan ətindən mikrob düşmüşdü. Və biz səhərə qədər xəstəxanada qalmışdıq. Mənim uşağım 12 gün əziyyət çəkdi. Mən gecə yazdım ki, uşağa dərman lazımdır. Gecə saat 3 qızdırma qalxıb uşağı qoyub gedə bilmirəm. Bakıda da heç kimim yoxdur.